Uşaqlar, indi mətni səsləndirəcəm. İlk əvvəl 2 dəqiqə sizə vaxt verdim ki, mətnin suallarla tanış olasınız. İndi mətn səslənəcək, mətndən sonra yenidən suallara baxmaq şansınız olacaq. İkinci dəfə mətn səslənəndən sonra artıq tam əmin olduqdan sonra cavablarınızı işarələyərsiniz. Bayquşun məsləhəti. Bir yaz səhərində meşədəki heyvanlar ayı və arının səsinə yuxudan oyandılar. Onlar şiddətli şəkildə dava edirlər. Ayı arıların hazırladığı balı gizlincə götürüb yeyirdi. Arılar bunu bilsələr də səs etmirdilər. Amma ayı bu dəfə daha böyük səhv etmişdi. O, arıların bal hazırladığı çiçəkləri əzmişdi. Ana arı da söylüyordu ki, artıq ayıya öz ballarından verməyəcək. Bu söhbəti eşidən bayquş problemi həll etməyə çalışırdı. O, meşədəki ən ağıllı heyvan idi. Bütün heyvanlar məsləhət istəyən zaman onun yanına gəlirdilər. Bayquş başını qaşıyıb sözə başladı. Əzizlərim, dalaşmağa ehtiyac yoxdur. Sizin üçün həll yolu tapmışam. Ayı əzdiyi çiçəklərin yerində yeni çiçəklər əksin. Hər gün onlara qulluq edib su versin. Siz də ona bal verməyə davam edin. Ayı və arılar onun sözü ilə razılaşdılar və bugündən sonra ayı daha diqqətli oldu. İndi suallara bir də baxırıq. Əmin deyilsinizsə cavabı işarələmirik, gözləyirik. Çünki onsuz da mətn ikinci dəfə səslənəcək. Sonra ikinci dəfə səsləndikdən sonra artıq cavablarınızı işarələyə bilərsiniz. Buyurun.